Avropa İttifaqı və onun nəzarətində olan Avropa Parlamentində anti-Azərbaycan isterikası səngimir. Erməni lobisinin təmsilçisinə çevrilən bu qurumlar Cənubi Qafqazda sülh və əmin-amanlığa gedən yolda əsas maneə çevriliblər. Xüsusilə Avropa Parlamenti mütəmadi olaraq Azərbaycanla bağlı qərəzə və ikili standartlara yol verir, müzakirə və qətnamələr qəbul edir. Məqsəd bəllidir. Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında sülh və təhlükəsizlik prosesinə hər vəclə mane olmaq. Səbəb isə Azərbaycanın dünyada artan nüfuzudur. Avropa İttifaqı Ermənistanla birlikdə Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın vasitəçiliyi ilə əldə edilmiş sülh gündəliyinə qarşı çıxış edir. Avropa İttifaqı Ermənistan son sənədində Trumpın təşəbbüsü ilə yaradılan TRIP layihəsinə istinadın olmaması bunun bariz nümunəsidir. Politoloq Züriyə Qarayeva bildirir ki, Avropa Parlamentində dinləmələrin məqsədi bölgədə yaranan sülh prosesinə qarşı təxribat törətməkdir. Azərbaycana qarşı qərəzli yanaşma isə sistematik xarakter daşıyır. Vətən müharibəsinə qədər bu qurum bir çox hallarda Azərbaycanın ərazi bütövlüyünə Gürcüstan, Ukrayna və Moldova ərazi bütövlüyü kimi dəstək vermirdi. Əksinə Azərbaycana müxtəlif böhtanlar atırdı. Bu isə açıq şəkildə ikili standart siyasətidir. Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış müvafiq strateji sənəd adı verdikləri bu razılaşmanın mətnində TRIP layihəsinə də istinadın mövcud olmaması, Azərbaycanda separatçıların hal-hazırda həbs olunduğu bir müddətdə onları hərbi əsir kimi qələmə verilməsi, eləcə də öz istəkləri ilə Azərbaycan ərazisini tərk edən erməniləri sanki deportasiya olunmuş formada təqdim olunması sadəcə olaraq qərəz bir mövqeyinin nəticəsi ola bilər, ikili standartın nəticəsi ola bilər və bir mənalı şəkildə biz bunu demokratik dəyərlərin mübarizəsi kimi görə bilmərik. Züriyə Qarayeva bildirir ki, Avropa İttifaqının Ermənistanla birgə fəaliyyətinin əsas məqsədi Vaşinqton razılaşdırmalarının pozulması, onların Paris və Brüssel gündəliyi ilə əvəzlənməsidir. Politoloq xüsusilə vurğuladı ki, Avropa Parlamenti Azərbaycanda insan haqları üzrə dinləmələr təşkil edir. Halbuki Ermənistanda təkcə 2025-ci ildə onlarla müxalifətçi, dini xadim, fəal və sair şəxslər uydurma səbəblərlə həbs edilib. Bəs nə üçün Avropa Parlamenti bu haqda indiyədək dinləmələr keçirməyib, hansısa sənəd qəbul etməyib? Əgər müvafiq qurumların, yəni həm Avropa İttifaqının, həm Avropa Parlamentinin belə bir dəyərlərin formalaşmasında səmimi bir mübarizəsi varsa, eyni yanaşmanı nəyə görə biz Ermənistan daxilində bu qədər hallar baş verərkən hakimiyyətlə kilsə hakimiyyəti arasında ciddi qarşıdurmanın olduğu, siyasi həbslərin bu qədər intensivləşdiyi vaxtda, insan haqlarının kobud formada pozuntu hallarının mövcud olduğu bir vaxtda analoji yanaşma nədən müvafiq qurumlar tərəfindən səsləndirilmir? Bu özlüyündə artıq göstərir ki, mübarizə heç də demokratiya naminə deyil. Politoloq bildirdi ki, Azərbaycanın yürütdüyü uğurlu diplomatiya və Cənubi Qafqazda demək olar ki, Avropa İttifaqı və Avropa Parlamentinin formalaşdırmağa çalışdığı barıt çəlləyi statusunun tamamilə silinərək təhlükəsiz, sabit bir bölgənin yaradılması siyasəti yönündə onların belə bir yanaşma ortaya qoymaqları əsl qərəz, əsl ikili standart nümayişidir. Aytən Fehruz Namiq Hüseyev, Xəzər xəbər.